Monitorin 4-cü izahına başlayırıq 26-cı sualla. Deyir ki, bölünəni 8 dəfə artırdılar. Qismət 4 dəfə artması üçün bölünəni necə dəyişmək lazımdır? Bölünəni 8 dəfə artırıblarsa, qismət də 8 dəfə artmalıdır. Amma deyir 8 dəfə artmasın, 4 dəfə artsın. Yəni 2 dəfə az. Deməli, bölənlə qismət tərs mütənasib olduğuna görə, deməli 8-i 2-yə bölməli ki, 4 eləsin. Deməli 2 dəfə azalmağı lazımdır. Bu da tərs olduğuna görə, deməli böləni 2 dəfə artırmaq lazımdır. 27-ci sualda da tənasibdə 6 kiloqram balığı 18 nəfər arasında böldülər. Hər yer nə qədər balıq düşdü? 6-nı bölürük 18-ə ixtisar edirik. Cavab budur. M-in hansı ən böyük natural qiymətinə kəsiri düzgün olmayan kəsirdir. Düzgün olmayan kəsir olması üçün məxrəc sürətdən kiçik olmalıdır. 1-dən ta 12-nin özündə daxil olmaq 13-ə kimi. 29-cu sual sürət məsələsinin aiddir. Qarşı-qarşı hərəkətdə aralarındakı məsafəni tapanda sürətlər toplanır, zamana vurulur. Zamanda tapanda sürətləri toplayırıq, yola bölürük. Deməli 720-ni böləcək 90-a. Cavab olacaq 8. Sonra burada bərabərsi deyir ki, Vüqar 5 manat pul xərcləsə onun qalan pulu 9 manatdan çox olar. Y manat pulu var. 5 manata xərcləyəndə pulu 5 manat azalacaq. 9 manatdan çox olar, 12 manatdan da az olar. 9-dan çox, 12-dən az B variantı. Burada da x şəklində tənasib edirik. X şəklində tənasib edirik. Burada 2 dənə mənfi var. Mənfi müsbətləri x şəklində vururuq. 24x çıxılsın 1,4 vur 24 bərabərdir. 4x 3-də gəl 2,6 vurulsun 4. Bu təni həll edir. 4x keçir bu tərəf olur 20x bərabərdir. 24-ü 14-ə vururuq 26-da 4-ə, sonra onları toplayırıq. Deməli 1,4 1,4 24'e vururuq. Üstünə 2,6 4'e vururuq. Olur, toplayanda olur 4,4 44 44'ü də 20'ye böləndə olur 2,2. Aha, keçək 32-ci suala. Deyir ki, iti bucaqlarından biri 70'dir. Düz bucaqlı 3 bucaq deyirsə, bunun bir bucağı 90'dır. İti bucağın biri 70'dir. O biri iti bucağını tapacaq. Bir də tənbölənlə hündürlük arasında qalan bucaq. Tənbölən sözü varsa, iti bucaqları toplayırıq. Bölürük 2. İti bucağın biri 70'dir. O birisi də 90'dan 70 çıxanda olacaq 20. Demək 70'dən 20'ni çıxacaq, böləcək 2. Cavab da 50-2-yə böləndə neçə eləyəcək? 25. Keçdik 33-cü suala. Bu Əbub və Əkuba aid sualdır. Eyni ədədin Əkubu ilə Əbubun nisbəti S-yə bərabərdir. S nədir? Ortaq olmayan sadə vurğuların hasili. 90-da sadə vurğuları ayırırıq, 150-də sadə vurğuları ayırırıq. Deməli, ortaq olmayan deyəndə ortaqların üstünə xətt çəkirik. 2, 3, 5, 5. Burada 1 3 qalır, burada da 1 5. 3-ü vururuq 5. Cavab olur 15. Deməli, dairənin diametrini deyir. Diametr veribsə, dairənin sahə düsturu nədir? Pi r-in kvadratıdır. Diametri 20-dirsə, deməli radius 20-ni 2-yə bölürük, radius olur 10. Deməli olacaq 10'un kvadratı pi, yəni 100 pi. Bizə də deyir ki, sahənin 10/8 hissəsini tapacaq. Yəni vururuq 10/8-ə. 10-la 100 ixtisar gedir, qalır 80 pi. Sonra faiz məsələsi. Turist yolun 60%-ni getdikdən sonra 20 km qaldı. Yol 100%-dirsə, onun 60%-ni gedirsə, yerdə 40% qalır. 40% yolda 20 km-dirsə, faizinə görə ədədi tapanda ədədi 100-ə vurub, faizi göstərən ədədə bölürük. Yəni 40%-ə böləcək. Deməli olacaq 50 km. Sonra 36-cı sualda deyir ki, müqayisə et. Deməli bu 1,3 eləyir. Bu 1,33 eləyir. Bu birisi 1,1000-də 333 eləyir. Demək, bunları da necə müqayisə edirik? Birincidə vergüldən sonra 3 var, sonra heç nə yoxdur, yəni sıfırlar var. İkincidə vergüldən sonra 33 var, heç nə yoxdur, yəni sıfırlar var. Üçüncüdə vergüldən sonra 333 var. Deməli, ən böyüyü Z olur. Sonra Y, ən kiçiyi də X. X, Y, Z. Ən böyüyü Z-dir, belə. B variantı. Sonra O, Y oxuna nəzərən simmetrik deyəndə Y qalır. Olduğu kimi X işarəsinin əksinə dəyişir. Müsbətsə mənfi olur, mənfidirsə müsbət, yəni 8, 3. B variantı. Yenə gəldik sürət məsələsinə. Sürətdə 15 km/saat olan yük qatarı 300 km sərf etdiyi vaxtda. Görək 300 km nə qədər vaxt sərf edir? Zamanı tapanda demişdik ki, bura bax, yolu bölürük sürətə. Deməli 300-ü böləcək 15-ə. Olacaq 20 saat. Deməli 20 saat vaxt sərf edir bu yola. Deyir həmin zamanda 60 km-dən getsə nə qədər yol gedər? 20-ni 20 saatı vuracaq 60-a. Eləyəcək 1200 km. Yəni D variantı. Növbəti sual 39-cu sualdır. Perimetrə aid sualdır. Düz bucağın perimetrini tapanda tərəflər toplanır və yaxud da eni ilə uzunluğu toplanır, 2-yə vurulur. Yəni x çıxılsın 1,5. 3-də gəl x vur 2 bərabərdir 17. Buradan x-i tapırıq. X-i tapandan sonra yerinə qoyub sahəni tapırıq. Sahəni tapanda enin uzunluğuna vuracaq. Vurub açaq. Bu 2x eləyir. 2-yə tapanda 4x çıx 3 bərabərdir 17. Onda 4x bərabərdir 20. X-i də tapanda 20 bölü 4-də 5. Bəli, x 5 oldu. X-dən də 5-dən də 1,5 çıxanda olur 3,5. 3,5-i 5-ə vuranda olur 17,5. Növbəti sualda asan bir bərabərçiliyidir. 17-ni keçirir 29-un yanına, 29-dan çıxırıq 17-ni, kiçikdir x olur. 29-dan 17-nin çıxanda 12, kiçikdir x. Yəni x 12-dən böyükdür. Ən kiçik 50-də olacaq 13. 13-ün də 3 misli 39. Demək, bu işarə düz bucağın işarəsidir. Bütöv də açıq bucaqdır. Açıq bucaqdan düz bucağa çıxsaq, yerdə qalar A üstə gəl B. Yəni A üstə gəl B olacaq 180-dən 90 çıxanda neçə eləyir? 90. Sonra 42-ci sual. Silindrə aid sualdır. Silindrin yan səthinin sahəsi 2πr h düsturundan hesablanır. Yadınıza salaq. Silindrin yan səthi düz bucaqlı idi. Düz bucaqlının uzunluğu çevrənin uzunluğuna 2πr, eni də hündürlüyə bərabərdir. Düz bucaqlının sahəsini tapanda enin uzunluğuna vururuq. 2πr h. R də verilib, h da verilib. Pi də olduğu kimi qalacaq. Olacaq 2 vur pi vur 2 vur 4. Cavab eləyəcək neçə? Deməli cavab oldu 16 A variantı. 43-cü sualda deyir ki, 43-cü sualda 3 dənə çevrə xaricdən toxunur. Bu şəkildə çevrələrimizdir. Xaricdən toxunurlar bir-birinə. 3 dənə çevrədir. Bir-birinə xaricdən toxunur. İndi deyir ki, bu onların mərkəzləridir. Və radiuslarında nisbəti verilir. Çevrələrin mərkəzlərini birləşdirən parçanın əmələ gəlir. Bu mərkəzlərini birləşdirəndə belə bir üç bucaq əmələ gəlir. Bu üç bucağın bu tərəfi, bunun radiusunu yazaq R1. Bu R1, buna yazaq R2.
Bunun da radisi R3. Bu R1 üstə R2'ye. Yəni bunun radisine bu radisinin zəminə bərabər. Burada. Bura R1 üstə gəl. Buranı R3 deyə. R3'e bərabər. Buranın bu tərəfi. Bu tərəfi isə R2 üstə gəl R3'e bərabərdir. Yəni tərəflərin biri R1 üstə R2, digər tərəfi R2 üstə R3, üçüncü tərəfi R3 üstə R1. Bu onun perimetrini verir. Yəni 180 cm. İndi burada neçə dənə R1 var? 2 dənə R1 var. 2 dənə R2 var, 2 dənə də R3 var. 2-ni çıxarsaq orta vuruq kimi və 180-i 2-yə bölsək radislərin cəmini alırıq. Yəni R1 üstə R2 üstə R3 bərabərdir 90'a 92'ye bölür. Bunları da K-la yazsaq, R1'ə 2K deyək. 2K üstə 3K üstə 4K bərabərdir 90. 9K 90 olur. K'mız olur 10. Bizdən də böyük çevrən radisini soruşduğuna görə 4'ə vuracaq. 4'ü 10'a vuracaq, cavab eləyəcək 40. Demək böyük çevrən radisi 40'dır. Deyir verilənə əsasən OK məsafəsini tap. Aha, bunu silək, üzərinə düşüb. Aha, deyir verilənə əsasən OK məsafəsini tap. OK kiçik çevrənin radisidir. Deməli nə edək? Bu mərkəzləri buradan birləşdirək. Buradan ora qədər birləşdirsək, buradan bura qədər bizə 9 verəcək. Çünki bu böyük çevrənin radisini verir bizə. 9'dur, bura qədər də kiçik çevrənin radisi. Burada 3'dür, bura olacaq, buradan bura qədər olan məsafə 6'dır. İndi baxaq OK. OK ilə buradır da, burada bura qədər olan məsafə. 9'dan 3 çıxdıq 6. Cavab B variantı. Keçən növbətdə 45-ci suala deyir, hansı təklif doğru deyil? 2 sadə ədədin cəmi sadə ədəddir. Məsələn, 7 sadədir, 2 də sadədir. Toplayanda 9 eləyir. Sadə olmur, axı mürəkkəb olur. Demək bu səhvdir. Bizə də doğru deyil soruşur. 2 mürəkkəb ədədin fərqi sadə ədəddir. Ola da bilər, olmaya da bilər burada da yenə. Bax ki, 9'dur, 4'dür. Bunları çıxanda sadə elədi. Amma ki, məsələn, 20'dən 4'ü çıxanda sadə eləmir. Bu da səhvdir. 2 mürəkkəb ədədin hasil mürəkkəbi doğrudur. Çünki əgər ədədlər mürəkkəbsə, onları vursaq daha böyük mürəkkəb ədəd almış olacaq. Üçüncü doğrudur. Deməli, yanlış olanlar 1 və 2-dir. Düzdür. Kvadrat daxilinə çəkmə çevrənin ən böyük vətər. Kvadrat çəkək. Kvadratın daxilinə də çevrə çəkək. Kvadratın daxilinə çevrə var. Deyir, ən böyük vətər. Ən böyük vətər nədir? Diametrdir. Ən böyük vətər 12-dir. Deməli, kvadratın tərəfi də 12-dir. Bununla da həll olur. Kvadratı perimetrin tapanda tərəfi 12'ə vururuq, olur 48. Növbəti sual çoxluq sualıdır. Bir sinifdə deyir 25 şagird ingilis dilini, 18 şagird alman dilini, 9 şagird hər iki dili öyrənir. Və bu ilgi el diaqramı keçmişdik buna aid. Yadınızda birinci kəsişməni yazırdıq. Hər iki dili öyrənən 9 nəfərdir. 25 ingilis dili öyrənirsə, buradan 9'un yazdığımıza görə 25'dən 9 çıxır 16. Bura yazılır 16. Yəni 16 nəfər ancaq ingilis dilini öyrənir. Alman dili də 18. Oradan da yenə 9'u burada var. Yerdə qalır 18'dən 90'da 9. Yəni 9 nəfəsi yalnız alman dili. Ümumilikdə neçə şagird olduğunu soruşur. Demək birləşmə soruşur. Bunları toplayırıq. 16 üstə 9 üstə 9. O deyir neçə? 34. Növbəti sualımız deyir düz bucaqlı 3 bucağın iti bucaqlarından birinə qonşu. Düz bucaqlı 3 bucaqsa bir bucağı düzdür. Qonşu xarici bucağın dərəcəsi. İki bucaqlarından birinə qonşu, bir dənə xarici bucaq çəkirik. Bura olur 110 dərəcə. Digər iki bucağın tap. Biz də xarici bucağın xassəsindən bilirik ki, 3 bucağın xarici bucağı ona qonşu olmayan iki daxili bucağın cəminə bərabər. Yəni bu 90-dırsa, bununla bunu toplayanda 110 eləməlidir. Bu bucaq neçə olar? 90 çıxır. Deməli 110-dan 90-ı çıxırıq, olur 20 dərəcə. Digər iki bucaq 20-dir. Bu da buna qonşudur, bura 70 olur, orada 20. Buranı tapıb 90-dan çıxıb da tapa bilərdik. Gəldik məhlul məsələsinə. Yadızdasa əlavələrdə də keçmişdik. 40%li 80 qram məhlul. Bax, ən gözəl məhlul, ən gözəl üsulu qablar qaydasıdır. Qablar çəkilir, 2 dənə qab üst-üstə gəlir və yekun bir qabda məhlul alınır. Deyir 80 qram 40%. Məhlul nə qədər su buxarlandırmaq lazım. Bu dəfə su məhlulu buradan çıxır. X qram 0% məhlul. Yadda saxlayın. Suyun tərkibində heç bir maddə olmadığına görə 0% məhlul. Deyir neçə qram 80% məhlul alınır. Buraya yazırıq 80. Məhlulumuz X qram azalır. Çünki su buxarlanır gedir. Bunları da bir-birinə vurub bərabərləşdirməklə biz tənliyi alırıq, tənliyi həll edirik. 80 vur 40 çıxılsın X vur 0 bərabərdir 6400 çıx 80X. 80x bir tərəf geçsək, 80x bərabər bu 0-da atırıq. 6400-dən bu 3200 elə 3200-ü çıxırıq. Qalır neçə? 3200. 3200-də bölürük 80-ə. Bəli, cavab eləyir 40. X-imiz oldu 40. Bizə də deyir ki, nə qədər su buxarlandırmaq lazımdır ki, 40 qram su buxarlandırmaq lazımdır. Gəldik 50-ci sonuncu sualımıza. 7C sinifində 9 şagird çəksə yenə çoxluğa aid. 16 şagird idmana, 18 şagird riyaziyyat hazırlığına gedir. Bu sinifdə ən az neçə şagird olar? Ən az deyirsə, bunlar bir-birinin daxilində yerləşməlidir. Necə daxilində yerləşir? Yəni bir-birinin ad çoxluğudur. Yəni bax ki, bütün sinifin bütün uşaqları 18 nəfərdir. Hamısı riyaziyyata gedir. Riyaziyyata gedənlərin içindən 16 nəfəri gedir idmana. 16 nəfər gedir idmana. 9 nəfəri də gedir rəqsə. 9 nəfər riyaziyyatın rəqsə içində də ola bilər. Və yaxud da riyaziyyat burada 2 nəfər qalır. 2 nəfər buradan, qalan 7 nəfər də buradan götürə bilər. Bu variantlar ola bilər. Amma birləşmə dəyişməyəcək. Birləşmə 18 ola bilər. Yəni sinifdə olan şagird də birləşməni göstərir. Ən az 18 şagird ola bilər ki, hamısı riyaziyyata gedir. Onların içindən həm idmana da gedən var, rəqsə də gedən var. Cavab 18. Oldu icazımız bu günlük.